Salam aleykum. Magnezyum karbonatı parçalayıram. Magnezyum oksid üstəgə karbon dioksid. Kalsium karbonatı parçalayıram. Kalsium oksid və karbon dioksid. Magnezyum karbonatı X, kalsium karbonatı Y mol qəbul edirəm. Onda bunun qabağını X yazanda burada X yazacağım, burada Y yazanda burada Y yazacağım. Burada tam parçalanma yazıb, yəni sonunda magnezyum karbonat və kalsium karbonat yoxdur. Bərk qalıq A qramdır. Bərk qalıq burada 40X, üstə gəl 56Y. Bu da A olduğuna görə bunlar bir-birinə bərabərdir. Qaza 44X üstə gəl 44Y-ə 4X buradan bərabərdir 12Y. X da buradan 3Y-ə bərabərdir. X-i pozuram yerinə 3Y yazıram. M1 bölü M2 deyir. Bu M1'dir. Bu da M2'dir. 3Y vurulsun 84. Bölünsün 100 vurulsun Y. 3'ü 84'e bölüp vurup 100'e böləndə Y-lər ixtisar gedir. Doğru cavab 2,52 eləyəcək.